Gəlin bugün elə bir mövzuya başlayaq ki, demək olan hər birimizin düşündüyü ən fundamental suallara toxunur. Söhbət inancdan, ağıldan və bir şey bilməyin əslində nə qədər çətin olduğundan gedir. Baxın, bu sitatla başlayırıq. Deyir ki, heç nə bilmədiyini iddia edən saxta təvazökarlıq çox vaxt hər şeyi bildiyini iddia edən saxta qürur qədər təhlükəlidir. Yəni, bir tərəfdən hər şeyi bildiyini demək problemdir, amma digər tərəfdən mən heç nə bilmirəm demək də o qədər təhlükəli ola bilər. Bu paradoks əslində bizə hazır cavablar vermir. Əksinə, bizi biliyimizin həqiqi sərhədləri haqqında düşünməyə vadar edir. Yaxşı, gəlin əvvəlcə bu müzakirənin, belə deyək, qütblərini müəyyənləşdirək. Yəni, iki əsas mövqe var, elə deyilmi? Bir tərəfdə tam əminliklə inananların dünyası var, o biri tərəfdə isə eyni qətiyyətlə inanmayanların dünyası. Deməli, bir tərəfin arqumenti nədir? Teleoloji arqument. Yəni, kainatdakı bu mürəkkəblik, bu nizam, bunlar bir dizaynerə, bir yaradıcıya işarə edir. Sadə bir misal, müasir bir avtomobil meşədə öz-özünə yaranmır ki, bəs o biri tərəf nə deyir? Onlar daha çox tənqidi mövqedən yanaşırlar. Deyirlər ki, mütəşəkkil dinlər o qədər güclü sistemlərdir ki, cəmiyyətə təsirləri və uşaqları sistemli şəkildə öz təlimlərinə cəlb etmələri baxımından tənqid olunmalıdır. Və bu fikir yeni deyil, hə? Baxın, qədim Yunan filosofu Ksenofan nə deyir? Əgər öküzlərin əlləri olsaydı, öküzlər tanrıları öküzə bənzər çəkərdi, atlar isə ata bənzər. Çox güclü bir fikirdir, elə deyilmi? Əsas skeptik arqument budur. Bəlkə də biz tanrıları öz obrazımızda, öz təsəvvürümüzdə yaradırıq. Və bu, bizi birbaşa növbəti məntiqi suala gətirir. Yaxşı, əgər obrazı biz yarada biliriksə, bəs o obrazlara aid edilən hekayələr necə? Onlar nə dərəcədə etibarlıdır? Yaxşı, gəlin indi məhz bu hekayələri biraz sorğulayaq. Yəni, inancın o təməl hekayələrinə, o iddialara tənqidi bir gözlə baxsaq, görəsən nə ilə qarşılaşarıq? Demək olar ki, bir çox ənənənin əsasında möcüzəvi hadisələr dayanır. Məsələn, gəlin konkret bir iddiaya baxaq, ayın yarılması möcüzəsi. Burada skeptiklərin verdiyi sual çox sadədir. Yaxşı, əgər bütün ay, bildiyimiz ay, göydə ikiyə bölünübsə, bu astronomik bir hadisədir, elə deyilmi? Bəs niyə o dövrdə inkişaf etmiş astronomiyası olan qonşu mədəniyyətlər, məsələn, Çinlilər, Hindlilər, Yunanlar, belə nəhəng bir hadisəni qeydə almayıblar? Bu sual əslində təsdiq edici dəlillərin olmamasını işarə edir. Məsələ təkcə möcüzələrlə bitmir. Peyğəmbərliklər də eyni şəkildə araşdırılır və burada maraqlı bir məqam var. Peyğəmbərlər və ya kahinlər çox vaxt öz sözlərini qeyri-müəyyən, iki mənalı şəkildə ifadə edirlər. Yəni, sözün əsl mənasında iki mənalılığın ustasıdırlar. Baxın, bu necə işləyir? Bu klassik bir təkzib edilməz peyğəmbərlik nümunəsidir. Kahin deyir ki, Fabius dənizdə ölməyəcək. Yaxşı, gəlin yoxlayaq. Fabiusu aparırlar dənizdə boğmağa. Əgər ölsə, nə deyəcəklər? Tanrılar müdaxilə etdi və ya o düzgün saatda doğulmamışdı. Yox, əgər sağ qalsa, gördünüz, peyğəmbərlik düz çıxdı. Fikir verirsiniz, elə bir ssenari yoxdur ki, kahin səhv çıxsın. Bu məntiqi bir tələdir. Necə deyərlər? Yazı gəlsə mən uduram, şəkil gəlsə sən uduzursan. Yaxşı, tarixi hekayələri və peyğəmbərlikləri bir kənara qoyaq. Skeptiklər təkcə bunlara deyil, həm də inancın öz məntiqindəki bəzi döngələrə, bəzi paradokslara da diqqət çəkirlər. Buna müqəddəs istinad qapalı dövrü deyilir. Çox sadə bir məntiqdir, amma diqqətlə baxın. Soruşursan, müqəddəs kitabın doğru olduğunu haradan bilirik? Cavab, çünki Tanrı belə deyir. Yaxşı, bəs Tanrının var olduğunu və belə dediyini haradan bilirik? Cavab, çünki müqəddəs kitabda belə yazılıb. Gördünüz, arqument özü-özünə istinad edərək bir döngə yaradır. Kənardan heç bir sübuta ehtiyacı duymur, çünki A, B-ni sübut edir, B isə A. Və gəldik çox məşhur bir arqumentə. Blaise Pascalın mərci. İdeya çox sadədir. Qazansan, hər şeyi qazanırsan, uduzsan, heç nə itirmirsən, ona görə də tərəddüd etmədən onun varlığına mərc elə. Yəni, rasional olan inanmaqdır. Amma bu mərc ilk baxışda nə qədər məntiqli görünsə də, dərhal bir sıra çətin suallarla üzləşir. Yaxşı mərc edirəm. Bəs, minlərlə tanrıdan hansına? Hansı müqəddəs kitab doğrudur? Hansı dil müqəddəsdir? Latın, ərəb, sanskrit, yunan? Həqiqətən də bu mərci düzgün etmək üçün gərək bütün qədim dilləri, bütün tarixi biləsən. Bu isə demək olar ki, mümkünsüzdür. Üstəlik, mərcin özü fərz edir ki, inanc düyməni basıb yandırmaq kimi sadə bir seçimdir. Səmimi bir qənaət deyil.
Yaxşı, bura qədər gəldik. Deməli, əgər tam əminlik bu qədər çətindirsə, məntiqin özünün belə tələləri varsa, o zaman dürüst bir axtarışda olan insan nə etməlidir? Bu sual bizi fərqli bir yanaşmaya, fəlsəfi bir alternativə gətirib çıxarır. Gəlin buna bilməmək sənəti deyək. Və bu sənətin fəlsəfədə bir adı var, epoxe. Bu, qədim Yunan fəlsəfəsindən gələn bir termindir və mühakiməni dayandırmaq deməkdir. Amma səhv başa düşməyək, bu mənə maraqlı deyil demək deyil, ya da cəhalət deyil. Əksinə, bu çox şuurlu bir mövqedir. Yəni, əlimdə qəti bir sübut yoxdursa, mən də bu doğrudur və ya bu yalandır deməkdən çəkinirəm. Bu fikri izah edən çox gözəl bir hekayə var. Bir dəfə Tiran Hiero, filosof Simonidiyə müraciət edir və ondan Tanrının təbiətini izah etməsini istəyir. Təsəvvür edin, nə qədər çətin bir sualdır. Simonidi isə düşünmək üçün cəmi bir gün vaxt istəyir. Amma ertəsi gün Hero gəlib cavabı soruşanda, Simonid deyir ki, mənə daha 2 gün lazımdır. 2 gün sonra Hero yenə gəlir, Simonid bu dəfə 4 gün istəyir. Sonra 8. Hər dəfə istədiyi vaxtı 2 qat artırır. Nəhayət, Hiero təəccüblənib soruşur ki, axı niyə belə edirsən? Simonidin cavabı isə məncə bütün məsələnin açarıdır. Deyir, çünki bu barədə nə qədər çox düşündümsə, mövzu bir o qədər qaranlıqlaşdı, bir o qədər anlaşılmaz oldu. Bu, cavabdan qaçmaq deyil, əksinə, intellektual dürüstlükdür. Yəni, o nə qədər dərinə gedirdisə, əminliyi bir o qədər azalırdı. Beləliklə, bugünkü təhlilimizin sonuna gəldik. Biz qatı əminliklərdən başladıq, skeptik suallardan keçdik və nəhayət daha fərqli bir mövqeyə, bilmədiyini bilmək mövqeyinə çatdıq. Və sonda sizə hazır bir cavab vermək əvəzinə düşünməniz üçün bir sual saxlamaq istəyirəm. Hər kəsin qəti cavablar axtardığı bir dünyada bəzi şeyləri bilmədiyimizi dürüstlüklə etiraf etməyin özündə hansı dəyər, hansı güc ola bilər?